Bir də görsən, biri o birisinə dua eləyəndə qayıdıb deyir ki, Allah ürəyinə görə versin. Məsələn, biri yaxşılıq edir birinə, həmin o yaxşılıq olunan insan yaxşılıq edən üçün belə bir dua edir. Allah ürəyinə görə versin. Biz insanlar özümüzə o qədər məsum, o qədər günahsız, o qədər yaxşı insan kimi gəlirik ki, da xəbərimiz yoxdur. Allah ürəklərimizə görə versə, gərək məhv nabud olaq. Əgər kimsə desə ki, yox, mənim elə ürəyimə görə versin, fərqi yoxdur, yəni elə yaxşı şeylər mənə qismət olacaq. Elə birinci məhv olan adam o olar. Çünki həmin o adam özünə elə o qədər məsum, o qədər günahsız, yəni o qədər qəlbi təmiz gəlir ki, daha xəbəri yoxdur ki, yəni elə bu özünə bu cür gəlməyin özü özündən razılıqdır. Elə içində özü boyda bir təkəbbür oturub ki, yəni məndən yoxdur da. Mənim ürəyim o qədər təmizdir ki, qızıldır, məndən yoxdur. Mənə Allah versə mən şellənəcəm, problem yoxdur. Ya bu fikirdə olmağın özü bir problemdir və elə qəlbi problemdir. Allah o qəlbə nə isə versə, elə birinci adam, yəni bəladan başqa bir şey verməz də o qəlbə. Ona görə də bir-birimizə dua eləyəndə Allah ürəyinə görə versin demək doğru deyil. Allah rəhməti ilə versin, Allah mərhəməti ilə, səxavəti ilə versin kimi bir cümlə işlətmək daha doğru olar.